189 min verib ev aldı. Daha doğrusu almaq istədi, amma ala bilmədi. Arkadaş nə evimi təhvil vermir, satıb pulumu vermir. Niyə bizi görüb qaçırsan ki? Deyərsən MTK nümayəndəsidir, bizi görüb qaçdı. Tikintinin, bu ərazinin yoxdur məsul şəxsi bir? Saxlayın çəkirdən. Xırdalan Binəqədi yolu 8C ünvanındayıq. Bəli, burada çox mənzilli yaşayış binaları tikilib, 4-5 mərtəbəli. Vətəndaşlardan biri böyük məbləğdə pul verib, buradan 4 mənzil alıb, daha doğrusu almaq istəyib. Amma hələ də öz mənzillərinə qovuşa bilmir, nə də ki, sata bilmir. 2025-ci ildə yanvar ayın 10-u Binəqədi Park MMC-dən mən ev almışam. 4 ədəd ev aldım. 210 kvadrat evlər idi. Bu vəziyyətdə idi, bir dənə pəncərələri yox idi. Hal-hazırki vəziyyətdə idi. Kvadratın 900 manatdan hesablaşdıq elədik. Sənədləşdirməyə gələndə baxdım ki, mənim müqavilərimdə yazılıbdı 650 manat. Dedilər ki, bəs biz vergiyə görə artıq yaza bilmirik. Siz narahat olmayın, biz bütün mənzilləri belə satmışıq. Ümumi 189 min manat pul vermişəm. Dedilər 2 aya hazır olacaq. Mən bunlara müraciət etdim ki, mənim papamda problemlər daha da irəliləyibdir. Mənə pul lazımdır. Necə? Dedi, bir ay səbirli ol. Satmaq istəyirəm. Dedi, bir ay səbirli ol. Bir ay üstündən keçdi. Bunlar gətirdilər mənə. Çox zənglərimdən sonra 5000 pul verdilər ki, bəs evləri satmışıq. Bu beytdir. Dedilər ki, bəs 15 günə afont eləyəcəyik. Dedim, yaxşı. Bu 15 gün oldu, bir ay oldu, 2 ay, 2 ay oldu, 3 ay. Bunlardan xəbər yoxdur. Deyirəm, o da ki, onda mənim evlərimi verin. Mən agentliyə müraciət edeyim. Gəlsinlər, çəkiliş eləsinlər, reklama qoysunlar. Yox, eləməyək onu, mən özüm yoluna qoyuram. Sonra gəldim ki, mənim evimi göstər, bir evimin bölgüsünü elə, qapısını qoyum, mən onu eləyim, bunu eləyim. Boşum qardaş, bu adam uzadır yalandan. Axırda mənə məlum oldu ki, öz dedi ki, bəs mən istəmirəm, sən buranı çəkilişlə satarsan, ona görə biraz iş bana dedim, niyə qayıt ki, mənim sənədlərim düzgün deyil. Torpağın sənədləri var, tikinti icazəm yoxdur. Belə çıxır ki, evin çıxarışı da yoxdur da. Evin çıxarışı qətiyyən yoxdur. Zaten ev şey müqavilə iləndir. 9 bina nətənsə sənədsiz tikmirsən. Maklerə müraciət elədim ki, bəs köməkli elini sataq. Dedi, hansı binadır? Dedim, filan bina. Dedi, qardaş, o binada yəni heç bir şey düzgün getmir. Bəs mən bundan bir də əlaqəyə keçdim. Nə elədim? Kətdinlərim mənə 10 min verdi, 5 min verdi, 8 min verdi, belə. Nə qədər qaldı ümumi? Ümumi 120 min manat mənə borcu qalıb. Qardaş, nə evimi təhvil vermir, nə satıram deyib satıb pulumu vermir. Bu dəqiqə istəyi nədir? Bu dəqiqə mənim istəyim o ki, qardaş, mənim evimi göstərsinlər, çağırım reklam, işıqlandırım, sosial şəbəkədəki qardaş, mən buranı satıram, kiməsə buranı ya satırım, düzgündürsə bina. Qardaş, mənim məbləğimi verin, mən aralaşım da mənim istəyim nə işim var. Kimdir buranın məsul şəxsi, nümayəndəsi? Burada yoxdur da. Kim baxır bunlara? Biz nəzarət edirik. Kanazada yəni. Tikintinin, bu ərazinin yoxdur məsul şəxsi bir sahə rəisi? Hal-hazırda burada yoxdur. Hardadır bə? Özləri ilə saxlayın çəkirdən, özlərinə deyim, sonra nə lazımdır çəkilir. Özləri danışa bilərsən? Ha. Vətəndaş sizdən ev alıb 4 mənzil. Deyir, nə pulumu qaytarırlar, nə ev verirlər. Yarısını qaytarmışıq, yarısı qalır. Sabah Allah qoysa qaytaracaq onun pulunu təmiz. Deyirsiniz ki, pulu qaytaracağım 120-ni. Sən sabah qaytarırım, bəli.